Astara rayonunun Balaşahağac və Qamışobak kəndlərinə çəkilən yeni su şəbəkəsindən 350-yə yaxın fərdi yaşayış evi yararlanacaq. Hazırda sayğaclaşma işləri görülür və işlərin 40%-i yekunlaşıb. Astara Su Meliorasiya İstismarı İdarəsi rayonda 4738 hektar suvarılacaq əkin sahəsinə xidmət edir. Maydan etibarən suvarma mövsümünə başlanılıb. Bu günə qədər rayon ərazisində əkin sahələrində 25994 paqonometr suvarma kanalları lil və palçıqdan təmizlənib. Çəltik sahələrinin suvarılması hal-hazırda davam etdirilir. Bugünə qədər 226 hektar çəltik sahəsi əkilmişdir ki, biz bunun daha da artacağını gözləyirik. Su itkilərinin fasiləsiz vətəndaşlara çatdırılması üçün ərazilərdə suvarma kanalları lil və palçıqdan təmizlənir. Bugünə qədər bütün rayon ərazisində, əkin sahələrində 25994 paqonometr suvarma kanalları lil və palçıqdan təmizlənmişdir. Həmçinin texnikaların hərəkət edə bilmədiyi ərazilərdə, xüsusən beton üzlüklü kanallarda kol-kosların və əl ilə lildən təmizləmə işlərinin 800 paqonometr hissəsi yekunlaşdırılmışdır və bu işlər də mütəmadi olaraq davam etdirilir. Sel sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün isə Penserçayda sağ və sol sahil olmaqla 2000 paqonometr çay məcrası təmizlənib. Ümumilikdə 232 hektar çay plantasiyalarının, həmçinin 1107 hektar sitrus bağlarının suvarılmasını təmin edən qapalı boru şəbəkələrində 1750 paqonometr cari təmir işləri yekunlaşdırılmışdır və bu işlərimiz də mütəmadi olaraq istismar tədbirləri planına uyğun şəkildə davam etdirilir. Bildiyimiz kimi içməli su sahəsi üzrə də idarəmiz öz fəaliyyətini davam etdirilir. Bununla belə Lənkəran-Astara su şəbəkəsində, xüsusən də rayon ərazisinin Balaşahağacı və Qamışova kəndlərində mövcud su şəbəkəsindən vətəndaşların fərdi yaşayış evlərinə yeni su xəttinin çəkilməsi işləri davam etdirilir. Ümumilikdə bu yeni su şəbəkəsindən 350-yə yaxın fərdi yaşayış evləri yararlanacaqdır. Hal-hazırda bu işlərlə bağlı sayğaclaşma işləri görülür və işlərin 40%-i yekunlaşdırılmışdır. Fermerlər bildirir ki, son günlər rayon ərazisində qeyri-sabit hava şəraiti, leysan xarakterli yağışlar nəticəsində çəltik sahələrinə su dolub. Lakin Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi və əməkdaşlarının vaxtında göstərdiyi dəstək sayəsində hər hansı bir problem olmayıb. 30 ilə yaxınlar ki, mən bu təsərrüfatda, yəni bicarçılıqla məşğulam. 80 sotluq yeri mən hər il əkirəm. Sağ olsun bizim rəhbərlik, Astara Meliorasiya şöbəsi dəstək olur. Bu dəqiqə yenə də texnika göndərir bizim üçün. Çox güman ki, demək olar ki, əkinçilər 80% yeri əkilib. Bu dəqiqə yenə əkirlər. Demək olar ki, ayın axırınacan biz bu əkini başa çatdıracaq. Su ilə bağlı heç bir problemimiz yoxdur. Bizim əkdiyimiz bu çəltik ki var, bu su sevən, çox su sevir, yəni suda əmələ gəlir. Yəni suyumuz da boldur, Allah'a şükür. Arada sel suları gəldi. Yəni bu dəqiqə texnika göndərirlər, onun qarşısı alınıb. Yəni su tərəfindən heç bir narazılığımız yoxdur. Qeyd edək ki, rayon üzrə ümumilikdə 4561 abonent içməli su ilə təmin olunub. Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təminatı üçün idarə tərəfindən su xəttlərində baş verən qəzalar operativ olaraq aradan qaldırılır.